Rəqsanə, buyur, söz səndədir. Bəli, Çinarə, vurğuladığın kimi yaxın şərqdə davam edən gərginlik iqtisadiyyatın müxtəlif qollarına təsir göstərir və bu cür iqtisadi şoklar məsələ dinamikada zəifləmə və yaxud da artıma səbəb olur və indiki məqamda elə Beynəlxalq Valyuta Fondunun açıqlaması var ki, bu cür yəni yaxın şərqdə hazırki davam edən gərginlik fonunda qlobal iqtisadiyyat tənəzzülə uğraya bilər və təbii ki, bu bir qədər maraq doğurur. Elə məhz bu açıqlamanın təhlili ilə bağlı hazırda ilə qonağım iqtisadçı, ekspert Elçin Quliyev danışacaq. Xoş görək Elçin bəy. Buyurun, detalları sizdən eşidək. Bəli, IMF-in, yəni Beynəlxalq Valyuta Fondunun deyək ki, 3 ssenarisi üzrə belə proqnoz edir və bu neftin müxtəlif qiymətlərində neftin gələcəkdə 75 dollar, 82 dollar və 125 dollar ssenarilərində ümumi qlobal iqtisadi tənəzzülün, deyək ki, iqtisadi artımın yavaşlamasının ssenarilərini təqdim edibdir. Ən pis ssenaridə, yəni indiki hazır mövcud 3,1%-dən 2%-ə düşə bilər qlobal artım. Digər ssenarilərdə isə buna nisbətən azca yuxarıdır, 2,5% deyək ki. Amma yəni ən axırıncı son açıqlamasında da məhz 2% deyək ki, qlobal artımın 2%-ə düşməsi ehtimalına daha çox yer verilir. Burada hesab olunur ki, neftin, yəni bu geosiyasi gərginliklərin davam edəcəyi gözlənilir. Bu ən pis ssenaridir. Burada neftin qiymətinin yüksək qiymətdə bərqərar olacağı və uzun müddət qalacağı ssenaridir. Təbii ki, neft satan ölkələr üçün bu yaxşı ssenaridir, amma ümumi qlobal tənəzzülə müxtəlif sektorlarda, xüsusən deyək ki, kənd təsərrüfatı sektorunda, qida sektorunda qiymətlərin artmasına, iş yerlərinin itirilməsinə və s. səbəb olur. Təşəkkür edirəm Elçin bəy, informasiyaları bizimlə paylaşdığınız üçün. Bəli, elə məhz bu Beynəlxalq Valyuta Fondunun açıqlaması ilə bağlı qonağım iqtisadçı Elçin Rəşidov bizə detallardan danışdı. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatı çatdırdığına görə.